Asan xidmətin əsas digər istiqaməti innovasiyalardır. Bunu Real TV-nin efirində yayımlanan vacib sual verilişində Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. İnnovasiyalar dedikdə biz həm dövlət xidmətləri sahəsində innovativ həllərin araşdırılması və tətbiq edilməsi istiqamətində işləyirik, həm də startaplara dəstək sahəsində inkubasiya və akselerasiya mərkəzi var Asan xidmətin tabeliyində. Onunla biz müəyyən startap ideyalara dəstək veririk. Bu il üçün uğurlu, Asan xidmət üçün uğurlu nəticələrdən biri də innovasiyalar üzrə idarəetmə sistemi beynəlxalq sertifikatının alınmasıdır. Bu, Azərbaycanda ilk sertifikatdır ki, dövlət orqanı tərəfindən alınıbdır. İnnovasiyalar üzrə idarəetmə sistemi nə deməkdir? Yəni, belə bir sertifikatın verilməsi üçün təşkilatda, qurumda, bizim məsələyə yanaşdıraq, yəni Asan xidmətdə innovasiya ekosistemi varmı, mövcuddurmu? İnnovativ layihələr Asan xidmət mərkəzində tətbiq edilirmi? İnnovasiya sahəsində maarifləndirmə aparılırmı və proseslər özü innovativ təşkil olunubmu? Yəni, bu tələblərə cavab verən təşkilata bu innovasiya üzrə idarəetmə sistemi beynəlxalq sertifikatı verilir və görüşsə demək istəyirəm ki, Azərbaycanda dövlət orqanları arasında ilk olaraq Asan xidmət bu sertifikatı, bu beynəlxalq sertifikatı əldə edibdir. Bundan daha əvvəl keyfiyyət üzrə idarəetmə, hətta bir neçə il əvvəl 2015-ci ildə, 14-15-ci illərdə keyfiyyət üzrə ISO sertifikatı, idarəetmə ISO sertifikatı əldə etmişdi Asan. O dövrdə də ilk şey idi ki, dövlət orqanı olaraq keyfiyyət sertifikatı alırdı. Əməyin təhlükəsizliyə bağlı sertifikat alıbdır Asan xidmət və bu ildə innovasiyalar üzrə idarəetmə sistemi sertifikatı əldə edə bildi. Bu cür sertifikatlar sual olunur ki, niyə alınır, bizim üçün nəyə lazımdır? Bu bizim bu fəaliyyətdə düzgün istiqamətdə gedib getməməyimizi göstərən bir meyardır. Yəni biz əgər innovativ qurum deyiriksə özümüzə, innovasiyalar varsa bizim fəaliyyət istiqamətimizdə, innovasiya ilə bağlı düzgünmü prosesləri qurmuşuq, qərarlar düzgünmü verilir, ümumiyyətlə bu mühit varmı, ekosistem qurulubmu yoxsa yox? Bu cür sertifikat bizim özümüz üçün təşkilat olaraq Dövlət Agentliyi və onun əməkdaşları komandası üçün vacibdir ki, bu sertifikat təsdiq edir ki, biz iş prosesi düzgün qurulubdur və bu cürdə davam etmək lazımdır. Ülvi Mehdiyev qeyd edib ki, Innoland Asan xidmətin tabeliyində inkubasiya və akselerasiya mərkəzidir. Startaplar, bir biznes ideyası olan gənclər, onlar Innoland'a qəbul olunur, Innoland tərəfindən seçildikdən sonra və onların o ideyasının biznesə çevrilməsi üçün onlara dəstək göstərilir. Bugünə qədər artıq 100 startup inkubasiya mərhələsindən keçibdir və ən vacib məsələ isə artıq görürsünüz, təkcə Bakıda deyil, Şamaxı, Sumqayıt, Sərdar, Lənkəran və Şəki Asan xidmətlərinin mərkəzlərində artıq bu Innoland mərkəzləri var ki, bu da regiondakı gənclərin aktivləşməsinə, yeni biznes ideyaların formalaşmasına güclü təkan verən amillərdən biridir. Və ən əsası odur ki, bugünə qədər Innoland rezidenti olan startaplar 29 milyon manat investisiya cəlb edə biliblər. Öz bizneslərini, özü. Yəni, bugün üçün tək Innoland səviyyəsində əlbəttə çox yaxşı rəqəmdir və burada əsas məqam. Biz baxsaq, bu investisiya hardan cəlb olunub? 81% xarici investisiyadır. Yəni, biz xarici valyuta Azərbaycanda olan startapa gəlib, axın edibdir və burada investisiya olunubdur o startaplara. Bu çox vacib bir məsələdir və baxsaq, investorlar və tərəfdaşlar, Techstar, Vplay, 500, bunlar startup dünyasında, bu innovasiya dünyasında olan insanların tanıdığı çox məşhur, dünyanın ən məşhur venture fəaliyyətlə məşğul olan şirkətlərdir ki, onlar bu investisiyaları yatırıblar və bu da əlbəttə Asan xidmət və Innoland adına böyük bir qürurdur. Həm də dolayısıyla iqtisadiyyatımıza, gənclərimizin məşğulluğunun artmasına, gənclərin biznesinin inkişafına təkan verən amillərdən biridir. 8 bugünə qədər startup isə startup dili ilə desə exit edibdir. Yəni biznes artıq satılıbdır. Yəni özü də beynəlxalq şirkətlərə artıq çıxıbdır, qlobal bazara çıxıbdır. Bugün görsəniz bizim Innoland mərkəzi Amerika, Türkiyə, Cənubi Koreya, Almaniya, Estoniya, Macaristan, Makedoniya, Litva ilə oradakı deməli aidiyyatı qurumlarla, mərkəzlərlə
əməkdaşlıq edir. Müəyyən akselerasiya proqramları həyata keçirilir, inkubasiya proqramları həyata keçirilir. Qeyd edək ki, vacib sual verilişində Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə olan müsahibəyə bugün saat 21:00-da baxa bilərsiniz. Əsas komponentlərindən biridir.